doğru fikir, doğru əməllə ürəyinizdə dostlar, izləyicilər. Təbii ki, mən hesab edirəm ki, cənab prezidentimizin yerli televiziyalara müsahibə bağlı, bəlkə də milli fədai hərəkatı qədər məsələlərə milli və obyektiv bir şəkildə aydınlıq gətirən, bəlkə də heç bir müstəqil təşkilat məncə yoxdur. Və Azərbaycanda mən şəxsən bu müsahibəni təbii ki, prezidentimizin bütün suallara obyekt şəkildə suallara cavablandırması əlbəttə ki, çox sevindirici bir haldır. Ancaq mən sualları ünvanlayan, xüsusilə mənim xoşuma gəlməyən iki məqamı mən xüsusi vurğulamaq istəyirəm. Bizim təbii ki, təşkilatımızın qurucusu Əhməd Ağoğlunun və Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin və bizim Cumhuriyyətimizin qurucusu və ulu öndəri Məhəmməd Əmin Rəsulzadənin əziz xatirəsinə və bizim Azərbaycanın klassik musiqisinin və dövlət himnimizin müəllifi Üzeyir Hacıyevin əziz ruhuna çox da xoş olmayan bir təbii ki, Azərbaycanın dövlət müstəqilliyinə zərər vuran çox önəmli bir nüansa mən rast gəldim. Xüsusilə Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsi və cənab prezidentimizin dövlət dilimizə bu qədər həssaslıqla yanaşan nüansı qeyd etməsi şəxsən məni qürurlandırdı və burada əsas düşmənimizin Rusiya Federasiyası olmasını xüsusi açıqladı və görülən odur ki, bu məsələnin ciddiliyi, həssaslığı göz qabağımızdadır. Hətta mən müsahibənin tam olaraq nədən ibarət olduğunu və nə demək istədiyini konkretliklə mən diqqətlə bu məsələlərə geniş şərh verdim. Mənim dediyim odur ki, ümumiyyətlə Azərbaycanda heç bir rus dilində mətbuatın iştirak etməsi məncə cənab prezidentimizə çox böyük hörmətsizliyin və məncə xoşa gəlməyən bir mənzərədir. Cənab prezidentimiz bunu xüsusi qeyd elədi ki, Azərbaycan dili 10 milyon vətəndaşın təbii ki, hörmət edəcəyi və istifadə edəcəyi dil olmalıdır. Və təbii ki, bu müsahibədə jurnalist sualı rus dilində ünvanlayarkən CBC televiziyası Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsini çox kobud şəkildə pozmuşdur. Bundan əlavə sual ünvanlanarkən televiziyalarımızda, istər dövlət, istər özəl televiziyalarımızda alt yazı ilə yazılmışdı. Bu da Azərbaycan dilinə qarşı çox böyük hörmətsizliyin göstəricisidir. Nə mənada? Çünki bunu tərcümə şəklində, şifahi şəkildə səsləndirilməsi daha vacib idi. Çünki ən azından rus dilinin yayılmasının qarşısını almağa söykənirdi. Və sual olunur ki, necə olur ki, A-News kanalı dünyanın ən demokratik ölkəsi olan Amerika Birləşmiş Ştatlarının maliyyə dəstəyi ilə fəaliyyət göstərən yeganə xarici müstəqil televiziya, dövlətimizə və milli maraqlarımıza xidmət edən televiziya ingilis dilində sual ünvanlayır və bu tərcümə olunur. Bu, hətta bu tərcümənin özü də biabırçılıqdır. Ona görə ki, ingilis dili dünyanın ən aparıcı və ən demokratik ölkələrdə normal bir ünsiyyət vasitəsi və qlobal dünyanın və qlobal siyasətdə çox önəmli rol oynayan dildir. Və cənab prezidentimiz ingilis dilində çox mükəmməl şəkildə, hətta bizim
dəqiq, qərəzsiz, vicdanlı jurnalistimiz Mirşahin Ağayev bunu xüsusi vurğuladı. Buna görə təşəkkür edirəm hörmətli əməkdar jurnalistimiz və bu arada milli mətbuatın yaranmasının 150 ili ilə bağlı Mirşahin Ağayev də təltif olunanlar siyasındadır və onu da təbrik edirəm. Və bizim təşkilatımızın sədri həbs olunan Fuad Muradov da bizim dəyərli əməkdar jurnalistimiz Mirşahin Ağayevlə də görüşlərdə iştirak edib. Dəfələrlə biz tədbirlərdə bir yerdə olmuşuq və uzun illər ANS televiziyasından tanıdığımız və ən çox hörmət elədiyimiz jurnalistlərdən biridir. Baxmayaraq ki, Mirşahin Ağayev bir çox xoşa gəlməyən fikirlər səsləndirib və biz də tənqidlərimizi səsləndirmişik. Və çox təəssüf ki, bu məsələ məncə televiziyamıza xoşa gəlməyən və prezidentimizin imicinə zərər vuran nüansdır və bu nüansı mən xüsusi qeyd eləmək istəyirəm. Və digər bir önəmli məqam təbii ki, burada bizim təqsirlənilən şəxslərin və beynəlxalq insan haqları təşkilat tərəfindən tanınan jurnalistlərin adlarının çəkilməməsi və orada siyasi partiyaların və müstəqil QHT-lərin adının çəkilməməsi utanc verici bir məsələdir. Əlbəttə, bu utanc verici məsələnin məsuliyyətini həmin jurnalistlər çəkirlər. Çünki bu sual ünvanlanmalıydı və bu suala prezidentimiz çox səmimi cavab verəcəkdir. Əlbəttə, deyəcəkdir ki, onların barəsində cinayət işləri aparılır və biz heç bir məhkəmə proseslərinə qarışmırıq. Və təqsirlənilən şəxslərin vəkilləri əlbəttə ki, Konstitusiya Məhkəməsinə müraciət etməlidirlər və bizə müraciət etməlidirlər. Bizə əfv olunmamız üçün müraciətlər etməlidirlər və biz bu müraciətə mütləq baxıb, müsbət qiymətləndirəcək. Çünki bizə bu barədə müraciətlər gəlməyib. Məncə, cənab prezidentimiz bunun məsələni bu şəkildə cavablandıracaq və bu şəkildə cavablandırmalı olacaq. Və çünki bugün təqsirlənilən şəxslərin də prezidenti İlham Əliyevdir. Çünki artıq beynəlxalq hüquqla Konstitusiya Məhkəməsi onun artıq prezidentliyi 5 dəfə təsdiqləyib və dünyanın istənilən demokratik ölkəsi İlham Əliyevi demokratik yolla seçilən prezident kimi tanıyır. Və heç də təsadüfi deyil ki, 2013-cü ildə Nazirlər Şurasına sədrlik etmişdir. 2001-ci ildə Azərbaycanın Avropa Şurasında təmsil edən millət vəkillərimizdən biri olmuşdur. Ona görə də mən hesab edirəm ki, bu səpkidə sualın ünvanlanması məncə cənab prezidentimizin beynəlxalq nüfuzuna çox uğurla, qızıl hərflərlə yazılacaq. Çünki cənab prezidentə istənilən sual ünvanlamaq olar. Əlbəttə ki, etik çərçivədə, etik normalar çərçivəsində verilməlidir. Mən düşünmürəm ki, cənab prezident hansı bir suala cavablandıra bilməz. Mən düşünürəm ki, bütün suallara cavablandırdığı kimi bu sualı da cavablandırma imkanlarına və intellektinə sahibdir. Bizim də gəldiyimiz qənaət odur ki, ümumiyyətlə bu məsələlər cənab prezidentimizə çatmır və cənab prezidentimizə ünvanlanmayıb və cənab prezidentimizə siqnal verilməyib. Əlbəttə ki, mən düşünürəm ki, bunun təqsirkarı elə təqsirlənilən şəxslərin və siyasi məhbusların vəkilləridir. Əlbəttə ki, vəkillər bu barədə prezidentimizə müraciət etməlidir. Necə ki, bizim keçmiş təqsirlənilən şəxslərdən biri olan, siyasi məhbuslardan biri olan Xural Televiziyasının baş redaktoru Əvəz Zeynallı ailəsi prezidentimizə, vitse-prezidentimizə müraciət etdiyi kimi. Və düşünürəm ki, amnistiya aktında 20 minə yaxın təqsirlənilən şəxslər əfv olunması əlbəttə müsbət haldır. Və düşünürəm ki, bu müsahibənin çox sayda müsbət və uğurlu tərəfləri var və mən bunu çox yaxşı analiz elədim və təhlillər apardım ki, həqiqətən prezidentimiz bütün suallara cavablandırdı və bütün sualları səmimi cavab verməyə bacardı. Ona görə də mən düşünmürəm ki, hər hansı bir vətəndaş bu müsahibədə iştirak edə bilməz. Mümkün münasib bir şey deyil, çünki hər halda əhalinin 92%
son seçkilərdə səs verib və 2024-cü ildə Azərbaycan Respublikasının 4-cü prezidenti kimi 5-ci dəfə seçilib. Əlbəttə ki, mən düşünürəm ki, burada hər hansı bir xoşa gəlməyən bir mənzərə yarada bilməz. Çünki xoşa gəlməyən mənzərə ondadır ki, burada dövlət dilimiz hörmətsizlik edilən şəxs təbii ki, CBC televiziyasıdır ki, bu məncə heç bir halda Azərbaycanın müstəqilliyinə və dövlətçiliyinə xidmət etmir. Və mən düşünürəm ki, bu kanalın da cəmiyyətin nüfuzundan düşmüş və ünvanlanan suallara da baxsaq, burada Azərbaycanın milli maraqlarına heç bir halda xidmət etmir. Çünki bu kanal başqa ölkənin kəşfiyyat maraqlarına xidmət edir. Hər halda bir halda ki, bu ölkə müstəqilliyimizə və bizim mülki təyyarəmizə terror hücumu təşkil edib və bizim dövlət neft şirkətinə məxsus 6 neft tankerinin neft gəmilərinə xlorid turşusu qatıb və əlbəttə ki, bu əclaflığı, bu şərəfsizliyi, bu ləyaqətsizliyi törədən Rusiyanın başında dayanan, özünü diktator kimi aparan Vladimir Putindir. Ona görə də mən düşünürəm ki, bu barədə də sual ünvanlanmalıydı. Çünki Vladimir Putin də dünyanın ən diktator prezidentidir və Venezueladan sonra məncə Rusiya növbə gələcək. İran da bu prosesdə növbədədir. Amma inanmıram Azərbaycan bu prosesdə olsun. Çünki Azərbaycan 92-ci ildən özünün inkişaf etdiyi bir demokratik yolu var. Azərbaycan dünyanın ən zəngin, ən demokratik ölkələrinin siyasındadır. Heç də təsadüf deyil ki, Azərbaycan dünyanın ən demokratik ölkələrinə neft və qaz ixrac edir. Və Azərbaycan dünyanın ən demokratik ölkələrlə müqayisədə ərazi bütövlüyünü bərpa edən Türkiyə Cumhuriyyətindən sonra öz ərazisində artıq heç bir xarici qoşunları olmayan bir məmləkətdə yaşayır. Ona görə də mən düşünmürəm ki, Azərbaycan bu siyahıda olsun, çünki Azərbaycan xalqı buna imkan verməyəcək. Azərbaycanda kimsə, hansısa ölkə, xüsusilə Rusiya və İran gəlib bu ölkədə bizim prezidentimizə qarşı hər hansı bir təxribat törətsin, buna heç bir halda onun seçiciləri imkan verməyəcək. Ona görə də mən bu barədə açıqlama verməyə özümə borc bildim. Hər halda 2024-cü ildə cənab prezidentimizi dəstəkləyən bir insan olaraq düşünmürəm ki, kimsə burada Rusiyanın əleyhinə hər hansı bir sözə görə həbs olunsun. Bu alçaqlıq olar, bu binamusluq olar, bu ləyaqətsizlik olar, bu bizim dövlətimizə qarşı, prezidentimizə qarşı ləyaqətsiz hərəkət olar. Mən düşünürəm ki, bunu edən insanlar mütləq cəzalarını Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən cəzalarını alarlar. Və ona görə də mən hesab edirəm ki, hər bir şeyi, hər bir açıqlamanın məsuliyyəti böyükdür və mən düşünürəm ki, biz cənab prezidentimizi, İlham Əliyevi dəstəkləyirik, dəstəkləyəcəyik, nə qədər ki hakimiyyətdədir və biz heç bir halda onun hakimiyyətindən narazı deyilik və narazı da olmayacaq. Kimlərsə narazılıqlarını hansısa formada ifadə edə bilər, hansısa formada ifadə etmək istəyir, hansısa formada tənqid etmək istəyir. Bunun yolu da təbii ki, seçkilərdə iştirak etməkdir və seçkilərdə namizədliyini irəli sürməkdir və seçkilərdə qalib gəlməkdir. Çox təəssüflər olsun ki, 2003-cü il və 2013-cü il prezident seçkilərində baş verən seçki saxtakarlığına baxmayaraq, onlar seçkilərdə qələbə qazana bilmədilər. Və təbii ki, əhalinin 70-80% əgər İlham Əliyevi dəstəkləyibsə, səs veribsə, əlbəttə İlham Əliyevin qələbəsi şəksiz görünür. Mən ümumilikdə hesab edirəm ki, müsahibə uğurludur. O ki, qaldı bizim son günlər Venezuelada baş verən hadisələr və o cümlədən dünyanın demokratik ölkələrdə baş verən mexanizmlərə bağlı hansısa demokratik ölkələrdən əldə etdiyimiz kəşfiyyat məlumatların, Azərbaycanın dövlətçiliyinə xidmət edən məlumatların paylaşılmasına gəldikdə isə biz əlbəttə ki, bir çox məlumatları demokratik ölkələrdən əldə edirik, amma bu məlumatların dövlətimizin milli maraqlarına nə qədər uyğundur, bunu təbii ki, hesablayırıq və
ölkəmizin konstitusiyasına, ölkəmizin milli maraqlarına uyğunlaşdırıb paylaşırıq. Ona görə də biz hər hansı bir dövlətimizə zərər vuran, dövlətimizin müstəqilliyinə xələl gətirən məsələlərə toxunmuruq, paylaşmırıq. Ona görə də bəzi insanlar var ki, özünə müstəqil media deyən insanlar bunu paylaşırlar. Və mən xüsusi qeyd edeyim ki, 2015-ci ildə keçirilən 1-ci Avropa oyunları və 2016-cı ildən bəri keçirilən 1-ci Formula 1 yarışları Azərbaycanda keçirilərkən dünyanın ən demokratik ölkələrindən biri olan Amerika Birləşmiş Ştatlarının konqresindən maliyyələşən Azadlıq Radiosunun Bakı bürosunun vətəndaşlarımızdan müsahibə alarkən qətiyyətlə Avropa oyunlarına, Formula 1 yarışlarının, hətta Avroviziya yarışlarının keçirilməsinə etiraz etdilər. Bu, əslində Amerika mətbuatında belə bir rəy yaradırlar ki, güya əhali bundan narazıdır və Rus məktəblərinin Azərbaycana müstəqilliyə zərər gətirən, müstəqilliyimizi bastıran, ölkəmizə korrupsiya, rüşvətxorluq, seçki saxtakarlığı, insan haqlarının pozultusuna gətirib çıxaran ölkə olan Rusiya Federasiyasından əlaqələrinin olması və o cümlədən Rus dilli elitanın, Sovetskidə yaşayan Rus dilli elitanın Avropa oyunlarını pisləməsi belə bir rəy yaradır ki, həqiqətən Azərbaycan Avropa inteqrasiya etmək istəmir. Əhali bunu istəmir. Əhali əksinə Rusiyanın müstəmləkəsi olmaq istəyir. Bugün çox təəssüf ki, Azərbaycan televiziyaları hələ də Sovet dövrünün, Sovet hakimiyyətinin 70 illik müstəmləkə rejimində Azərbaycan müstəqilliyinə zərər vuran, dövlətçiliyinə zərər vuran Rus hakimiyyətinin, Rus rejiminin, Rus imperiyasının konkret şəkildə televiziyalarda yayımlanması, hələ də bu filmlərin göstərilməsi Azərbaycanın hüquq sisteminə, qanun ali prinsiplərinə çox böyük zərər vurur. O cümlədən Azərbaycan vətəndaşlarının yol hərəkəti qaydalarını pozması, konstitusiyasını pozması, cinayətə meyilli olması bizə böyük bir mənada təəssüf doğurur ki, hələ də bu Rus məktəbində oxuyan antimilli ünsürlər, vətən xainləri, xalq düşmənləri gedib ləyaqətsizcəsinə gedib Rus ordusunda xidmət edirlər. Utanmadan, arlanmadan özlərinə şəhid adlandırırlar. Heç biri şəhid sayılmırlar. Çünki başqasının torpağına, başqasının ərazi bütövlüyünə qəsd etmək və o prosesdə iştirak etmək öz vətəninə, öz millətinə, öz xalqına xəyanət etməkdən başqa bir şey deyil, dostlar. Ona görə mən qətiyyətlə hesab edirəm ki, Azərbaycan Respublikasının prezidentinin qarşısına çıxan necə ki, real televiziyası, ictimai televiziya və yaxud da deyək ki, Azərbaycan Dövlət Televiziyası Azərbaycan Respublikasının konstitusiyasına əməl edərək Azərbaycan dilində sual ünvanladı. Hətta xarici telekanal, xarici televiziya olan, dünyanın ən demokratik ölkələrdən biri olan Amerika Birləşmiş Ştatlarının rəsmi dövlət dili olan İngilis dilində sual ünvanlanması və İngilis dilinin Azərbaycanda yayılmasının qəsdən, bilərəkdən qarşısını almaq məqsədi ilə tərcümə olunması hansı dövlətçilik maraqlarına, hansı dövlətçilik prinsiplərinə xidmət edir? Necə olur ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev İngilis dilində ünvanlanan suala İngiliscə cavab verir və bu sualın çıxışı tərcümə olunur. Amma Rus dilində sual ünvanlanır və Rus dilində cavablandırılarkən o tərcümə olunmur. O olduğu kimi təqdim olunur. Bununla cənab prezidentimizin beynəlxalq nüfuzuna çox böyük zərər vurulur. Və belə bir rəy yaratmağa çalışırlar Azərbaycan Respublikasının prezidentinə qarşı ki, prezident Rus dillidir. Qətiyyən mən hesab etmirəm belə bir şeydir. Fikir var. Amma belə bir mətbuatda belə bir ictimai rəy yaratmağa çalışırlar. Və dünyanın demokratik ölkələrinə də belə bir rəy formalaşdırırlar. Bu olmaz bu. Məncə televiziyalarımıza yaraşmayan bir təbliğat formasıdır. Biz artıq 91-ci ildən 18 oktyabrdan müstəqilliyimizi, dövlət müstəqilliyimizi əldə etmişik. Və biz cənab prezidentimizin israrla qeyd etdiyi kimi dövlət dilimizin
qorunması, Milli Elmlər Akademiyasında səsləndirdiyi fikirlərə diqqətlə qulaq asmağınızı və diqqətlə əməl etməyinizi xahiş edirəm. Və hesab edirəm ki, cənab prezidentimiz tam səmimi idi, amma cəmiyyətdə, mediada onun haqqında belə bir mənfi rəy yaratmağa çalışırlar, xoşa gəlməyən bir rəy yaratmağa çalışırlar və ölkəmizi sevməyən, ölkəmizin müstəqilliyinə qarşı çıxan, dövlətçiliyimizə qarşı çıxan, hətta prezidentimizin seçilməsini legitim hesab etməyən anarxistlər və bir qrup bugün prokurorluq tərəfindən cinayət işi açılan bir çox xaricdə yaşayan soydaşlarımızın və bugün blogerlik fəaliyyət göstərən mühacirlərimizin bir çoxunun da dilinə düşmək deməkdir. Mən düşünürəm ki, bunu yol vermək olmaz. Bu yol verilməz bir məsələdir. Əgər doğrudan da dilə bu qədər həssaslıqla yanaşılırsa, Rus dilinin də yayılmasının qarşısı alınmalıdır. Rus dili qadağan edilməlidir Azərbaycan ərazisində. Çünki bu dilin dünyanın bugün demokratik yolla inkişaf edən Ermənistanda Rus məktəblərinin olmaması, Gürcüstanda rəsmi şəkildə Rus dilində Rus məktəblərinin olmaması, Moldovada bu proses gedir və dünyanın istənilən demokratik ölkəsində bu proses inkişaf edir. Nəyə görə 92-ci ildən Azərbaycanda rəsmi dilimiz Türk dili ola-ola 93-cü ildən bəri Azərbaycanın dövlət dili Azərbaycan dili ola-ola nəyə görə bu dilə bu qədər hörmətsizlik göstərilərək hələ də Rus dilində televiziyalar fəaliyyət göstərir. İstər Baku TV, istər CBC TV, istər Report Az saytı, Trend Az saytı Azərbaycan dilinə yad olan, Azərbaycan dilinin inkişafına zərər vuran Rus dilində efir yayınlayır. Bu nəyə hesablanmış bir şeydir? Nə deməyə çalışırlar? Demək istəyirlər ki, biz milli maraqlarımızı Rusiyaya mı satırıq? Rusiyaya mı cəsusluq edirik? Bu konkret olaraq Rusiyaya cəsusluq etməkdir. Başqa bir şey deyil. Bu Azərbaycan prezidentinə qarşı sabotajdır, təxribatdır. Bu təxribatı yaratmaqdır. Mən düşünürəm ki, buna imkan verməməliyik. Bu yol verilməz bir məsələdir. Mən çox vaxtınızı almaq istəmirəm və hesab edirəm ki, cənab prezidentimizin bütövlükdə müsahibəsi çox uğurludur və biz də cənab prezidentimizi dəstəkləyən, onun ətrafında sıx birləşməyə çağıran bir təşkilat olaraq qarşıdan gələn çox əlamətdar günlər var. 20 yanvar bizim faciə günümüzdür. 31 yanvar bizim qurucumuz, ulu öndərimiz Rəsulzadənin doğum günüdür. Və inşallah biz Rəsulzadənin də 20 yanvar faciəsini də yad edəcək. Diqqətinizə görə çox sağ olun, atamız var olsun, Tanrı Türkü qorusun.